imkanınız varsa bu ayda bir dənə Quran xətm edin. İnşallah. Başlayın. Bismillahirrahmanirrahim. Bir dənə Quran heç olmasa xətm edin. Hər gün bir cüz. Yaxşı. Ən fəzilətli əməllərindəndir bu ayın. Əl-hallul murtahil. Aha. Davamı nə dedisin? Deyir, mən ətahullah əl-Quran. Allah ki, kimə ki, Quran əta elədi. Görünən budur, Quranı da əta eləyirlər adama ya. Quranın bir batini ilə adam tanış olur və bəzi vaxtlar Quranla adam o qədər ünsiyyət qurur ki, Allah, Quran artıq batinini açmağa başlayır insana. Oturursan, görsən hadisələrdə özü səni özün xatırladır. Ayələr səndən danışmağa başlayır. Seyr edirsən o səmimi süfrədə, o aləmdə. Allah kimə ki Quran verdi, hədisin davamı budur. Fəra ənə rəculən u'tiyə əfsəl mimma u'tiyə. Əgər belə düşünsə ki, o adam, ona Quran əta olunan ki, başqasına məndən daha üstün bir neymət verilib, fəqət səğqərə əzimən və əzzəmə səğirən. Çox təəssüfdir. O kiçiyi böyütdü, böyüyü kiçiltdi. Nə deməkdir bu? Yəni, sənə Allah Quran verib, sən deysən, mənə Qurandan üstün bir şey, başqasına daha üstün bir şey verilib. Ona filan şey verilib. O Qurandan daha artıqdır. Deyir, kiçiyi böyütdün, böyüyü kiçiltdin. Ya Quranı baş düşməmsən, düşürtmüsən aşağı, ya onun veriləni çox böyütmüsən gözündə. Xoş olsun o insanların halına bu ayda Quran tilavət edəcəklər. Xoş olsun o ailələrin halına ki, evlərində Quran sədaları olacaq. Qurana qulaq asacaqlar. Quran oxunanda da kanalı dəyişməyəcək. Oturub dinləyəcək. Xoş olsun belə insanların halına. Amma bir şərtlə, qoy, bunları sizə deyim daha bilirəm, dinləyirsiniz. Bunları dinləyin, qulaq olsun, orada canlıdır da, ola bilsin, yazışırsınız, neyinirsiniz, yazışmaları saxlayın. Diyanın qulaq asın. Bundan mühüm məsələ yoxdur, dinləyin. İnşallah mühüm məsələ budur. Biraz səbirli olun. Qulaq asın, hədis, necə Quranla ünsiyyət quraq? Bir şərtdən ki, Quranın ustadlarına uzağa düşməyin. Quranın ustadları kimlərdir? Məsumlar və imamlar. Quran özü deyir, fəsəlu əhləz zikr. Soruşun zikr əhlinə. Zikr əhli kimdir? Məsumlar. Quran nə deyir? Bəli huvə ayatun beyinat fissudurillezine utul elm. Bu Quranın ayələri bir qrup insanlar var ki, onların qəlblərindədir. İzah verirlər ki, yəni Quranın batini insanlar, o üstün insanların, mənəvi insanların qəlbindədir. Onlar kimlərdədirsə, onlar məsumlardır, imamlardır. Peyğəmbər nə dedi? İndi tarikun fikumuz səqələyin, sizə 2 dənə ağır yük qoyub gedirəm. Biri Quran, biri Əhl-i-Beyt. Biz qədərgəsini inirik, Quranı götürürük, qoyuruq başımız üstüne imamların adını çəkirik. Yəni bu kitab ustadları ilə bizi hidayət edəcək. Bizə hədis lazım deyil, elə Quran, heç vaxt hidayət olmayacaqsan. Bunu əl əvvəldən nə demişlər? Həsbuna kitabullah, bizə kitab kifayət edir. Quranı Əhl-i-Beytdən ayır salma. Yəni bir dənə ayə deyirəm sizə, ayənin zənginliyinə baxın. Bu ayədə Quranla Əhl-i-Beyt bir yerə yığışır. Peyğəmbər bir yerə yığışır. Kitabun ənzəlnahu ilək, ay Peyğəmbər, bu kitabı sənə nazil etdik. Lituxricən nasə, sən çıxardasan insanları minəz-zulümatı ilə-nur. Demir, Quran çıxartsın. Quran sən ustadlıq eləsən, məsum ustadlıq eləsə, bu Quran məsumla birgə olsa, Peyğəmbərlə, imamlarla birgə olsa səni hidayət edəcək. Lituxricən nasə minəz-zulümatı ilə-nur. Bu kitab sizi çıxartacaq zülmətdən nura. Quran özü təkcə yox. Peyğəmbər sən çıxartacaqsan bu Quranın vasitəsilə. Ayədir də bu. Bizə hədis lazımdır. Ayə deyir, lazımdır. Bağışla səni narahat edeyim, lazımdır. İlən nur bi izni Rabbihim ilə sıratil əzizil həmid. Bu Əhl-i-Beyt səni Quran vasitəsilə çıxartacaq hara? Sırata. Hansı sirata? O siratı da sən çıxandan sonra həm əziz olacaqsan, həm həmid olacaqsan. Əziz yəni nə? İzzətdir. Həmid yəni nə? İnsanlar səni sevir, mələkə səni sevir. Həmidsən, kobud deyilsən, tərifə layiqsən, qaba deyilsən. Bu Quran adamı gətirib oralara qədər çatdırar. Məsumun əli ilə təqdim olsa bizə. Bu Quranda bu qədər güc var, qüdrət var.
Necə Peyğəmbərimiz özü elə edir. Bir nəfər ərəb gəldi, yaxınlaşdı. Peyğəmbər dedi, bəli. Mənə Quran oxu. Yəni, belə adamlar da vardı. Mənə Quran oxu. Peyğəmbər dedi, yaxşı oxuyum da. Başını qoydu Peyğəmbərin üstünə, yatdı. Hələ bunun üçün gəlmişdin. Peyğəmbər oxub da yatır. Olur da hərdən moizəyində bir də yatır. Moizə qutaran durğuzular ki, durur, qutardı da, gedə və şifə. Bu da qoydu Peyğəmbərin deyil. Özü havada isti, Ərəbistan o istisi, Peyğəmbər Quran oxuyur, bu da yatıb Peyğəmbər tərk edir üzündən. Belə deyirlər, Peyğəmbər üzünü çevir, bu da bir təri tökülməsin bu üzünə. Bu da uzanıb, bu da idi Peyğəmbər. Peyğəmbər bax, belə bir insan idi. Peyğəmbərimiz belə idi. Bu şəkildə idi. Quranla ünsiyyət qurun bu ayda. Tövsiyəm sizə budur. Usikum və nəfsi, həm sizə özümə. Oxuya-oxuyacaqsınız, ay Allah, elə bir təzə nazil oldu bu aylar. Mən bunu nə vaxt oxumurdum. Bu nə ayədir? Baxın, mən xətibəm də oxuyuram, hə? Hərdən baxıram, deyirəm, ilahi, bunu nə mən indi görürəm? Ya hərdən bir mənası çıxır, deyirəm, bu necə də oldu? Neçə il bundan qabaq da oxuyurdum, bu cürünü anlamırdım. Bitmir.